Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, ölkəmizdə qlobal səviyyədə baş verən, hansı ki, ali təhsil müəssisələrini, yəni universitetləri bitirən gənclərin iş tapa bilməmə çətinliyi və psixologiyasının alt-üst olması. Bilirsiniz, indiki zamanda hər hansı bir müəssisəyə, dövlət qurumu olsun və ya şirkət olsun gedən zaman mütləq şəkildə universiteti təzə bitirsə də 1 il olsun, yaxud 6 ay, 7 ay nəzdində staj tələb olunur. Bu stajı istəməkdə məqsəd ondan ibarətdir ki, sırf sənə hər hansı bir dövlət müəssisəsində rəsmi əmək haqqı alaraq yox, əmək haqqıdan əlavə könüllü olaraq hər hansı bir dövlət qurumunda işləmisənmi kimi tələb nəzərdə tutulur. Əksində əksər gənclər bunu səhv başa düşürlər. Sanki düşünürlər ki, yox, bu müəssisə rəsmi müqaviləli, təcrübəli işçi istəyir, mən daha ora getməyəcəm, oranı istəmirəm. Xeyr, elə deyil. Sən biraz da dərinə düşüb, hər hansı bir müəssisədən onun tələbini, müəssisənin verdiyi sənə tələbi maraqlansan və onun dərinliyinə düşsən, bilərsən ki, səndən hər hansı bir dövlət qurumunda könüllü fəaliyyəti tələb edir. Məsələn, əksər gənclərimiz var ki, ali təhsil müəssisələrindən oxuya, yəni təhsil ala, məsələn, Bakı Dövlət Universiteti, İqtisad Universiteti, Memarlıq və İnşaat Universiteti və s. Təhsil ala hər hansı bir dövlət müəssisəsində, məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyində könüllü fəaliyyət həyata keçirir. Sən nə orada kimsənin işini yerinə yetirəndə, nə sən pis vəziyyətə düşmürsən, nə də sən orada, belə deyim sizə, alçalmaq, yaxud hər hansı bir pis bir prosedur baş vermir. Əksinə sən öz gələcəyini qurursan. Bu da sənin üçün həmin dövlət müəssisəsində bəlkə də təcrübə topladıqdan sonra gələcək həyat fəlsəfəsində, gələcək həyat prosesində orada işləmək sənə qismət olacaq. Halbuki bunu göz ardı edib, yox əşi, könüllü fəaliyyəti nəyimə lazımdır? Kimdir ki, gedib orada işləyim düşüncəsi ilə öz gələcək həyatlarının üstündən bir kres xətt çəkirlər. Ona görə mütləq şəkildə həmin dövlət müəssisələri olsun, şirkət olsun, hər hansı bir xüsusən dövlət müəssisələrinə getməyinizi tövsiyə edərəm. Mütləq şəkildə tələbə olunan müddətdə könüllü fəaliyyətində iştirak etmək yaxşı haldır. Yəni, iştirak etmək mütləq şəkildə onların gələcək həyatlarına müsbət təsir edəcək. Onun üçün əksər gənclər həmin müəssisələrdən boyun qaçırdıqdan sonra, universiteti bitirdiyindən sonra, ixtisasımı əla bilirəm. CV atılır, çağırılmır, CV göndərilir və hər hansı bir başqa rəsmi sənəd göndərilir. Əmək kitabçasına boş olsa da, ora yazmağa hər hansı bir rəsmi könüllü fəaliyyəti olmadığı üçün, rəsmi belə deyək, dövlət orqanı nəzdində hər hansı bir şey qeyd edilmədikləri üçün rədd cavab alırlar. Ona görə mütləq şəkildə bu kimi halları nəzərdə və diqqətdə saxlamaq lazımdır. Və bundan da əlavə, deyək ki, gənclərdən əlavə, bəs niyə hər zaman iş müsahibəsində psixologiya sualı veriləndə, əksər insanlar psixologiyada sanki öz mənfilərini qarşı tərəfə çox tez biruzə verirlər, istəmsizcə. Bu bilirsiniz necədir? Adətən, insana belə bir sual verilir ki, hər hansı bir işə qəbul olunan bir yeni işçiyə və ya o mərhələdə, prosesdə olunan, demək olar artıq qəbul olmaq az qalıb, sadəcə psixologiyası yoxlanılır. Deyilir ki, sən bu müəssisəyə gələn zaman burada daimi qalacaqsan, yoxsa buradan çıxıb gedəcəksən. Bilirsiniz nə deməkdir? Ən azından buna belə bir müsbət cavab demək olar ki, həmin müəssisə daxilində bir müddət işlədikdən sonra o müəssisədə ucalmağa və yüksəlməyə çalışırlar. Yəni, buna cəhd edərəm. Amma əksər insanlar o sualın verilmə formasına aldanır və verilən cavab ondan ibarət olur ki, 99%. Təbii ki, inkişaf etmək istəyərəm, bir müəssisədən başqa müəssisəyə keçmək istəyərəm, daha da yüksəlmək istəyərəm. Amma sən elə cavab verdikdə avtomatik olaraq sənin verilən, hansı ki, həmin quruma gedirsənsə, o psixoloq tərəfindən sənə verilən sualda sən həmin müəssisəyə sanki kollektivçilikdən kənar düşmüş sayılırsan və nəticədə onların gözündə səhər bir çox vacib bir işlərində onları qoyub çıxıb gedə bilərsən kimi bir meyar yaranır ortada. Ona görə mütləq şəkildə psixoloji suallara hər zaman diqqət etmək lazımdır. Hansı ki, bundan əvvəl çəkdiyimiz video çəkilişlərdə
pul və karyera haqqında hansı ki belə bir cümlə demişdik ki, pul hər zaman önəmlidir, amma karyera bizim bir ömür həyatımız boyunca davam edir. Suallarınız olsa şərh bölməsinə yaza bilərsiniz.